belə bir cəmiyyətə gəlib, belə bir zamana gəlib çatmışıq ki, boşanma bu günləri çox adi bir şey kimi baxılır, asan bir şey kimi baxılır. Bir zaman var idi ki, bizim böyüklərimiz, nənələrimiz, babalarımız vallahi çətinliklərlə də yaşayıblar. Ərində xasiyyəti pis olub dözüblər, xanımın xasiyyəti pis olub dözüblər. Amma bunu qəbullana bilməyiblər də. Yəni, talaq şəriətimizdə var, amma ən axırıncı həddir. Bəzi hal var ki, çıxılmaz bir həddir, bəli, onda o addım atılır. Hədisdə var, Peyğəmbər Əkrəm buyurur ki, 4 şey Allahı çox sevindirir və Allahın rəhmət qapıları açılır. Əzan vaxtıdır, yağış yağan vaxtı, Kəbənin qapısı açılan vaxtıdır. Bir də kəbin oxunan, iki gəncin arasında kəbin oxunan vaxtı. Allah Rəsulü buyurur ki, Allahın rəhmət qapıları açılır. Orada dua edin, dualarınız tez qəbul olar. Başqa bir hədisdə Əziz Peyğəmbərimiz buyurur ki, Allahın bəşərdə xəlq elədiyi yeganə halal şey ki, Allah özü ona nifrət edir, o da talaq. Öz-özlüyündə halaldır, amma Allah nifrət edir buna. Hədislərimiz var. Talaq oxunan gün ilahi ərş lərzəyə gəlir, ərş sirkələnir. Yəni, Allahın ərşini narahat edirik biz talaq oxumaqla. Və indi bir həddi gəldi, çatdı ki, bir zərurət yaranıb da, yəni çıxılmaz bir durumdur və talaq da verilməlidir burada, boşanılır burada. Əziz Peyğəmbər buyurur ki, heç olmasa orada ilahi şərtləri qoruyun, ilahi hədləri qoruyun. İlahi hədlər nədir? Mən yadımdadır, neçə il bundan qabaq bu mövzuda demişdik, danışmışdıq. Amma bir daha da təkrar edək ki, çünki cəmiyyətin çox hissəsi bundan xəbərsizdir. Boşanırlar, gedirlər hökumətdə, ZAKS idarəsində, məhkəmədə boşanırlar. Amma bu dini kəbin ki var idi, bunların öz arasında oxunmuşdu. O dini kəbinin pozulmasına ehtiyac var. Talaq oxunmalıdır bunların arasında. Cəfəri fiqhinə görə elə boşandım deməklə insan boşanmır. Mütləq talaq oxunmalıdır. Necə kəbin oxunmuşdu, bunlar halallaşmışdı. İndi o kəbinin əksinə də talaq oxunmalıdır ki, bunlar bir-birinin əri arvada hesab olunmasın. Bunlar boşanırlar öz aləmlərində. Amma bunlar şəriət nöqteyi nəzərindən bir-birinin əri arvada hesab olunurlar. Bu bir günahdır. İkinci fəsad nədir? Sabah həmin xanım ərə gedir. Dəfələrlə də şahid olmuşuq. Gəlirlər ki, məsələn, bunların kəbinini kəsin. ZAKS-da olunub, baxırsan, amma məsələn, təqribən yaşdan adam hiss edir ki, mümkündür də ehtiyatsın soruşur.